Hərəkətin belə immunitetlə çox ciddi əlaqəsi var. Çünki hərəkət zamanı həm bizim çəkimizin artmağının qarşısını alır. Çünki artıq çəki bütün sistemlərə mənfi təsir etdiyi kimi immun sistemə də zərərlidir. Limfa sistemi insan orqanizmində qan damar sistemi kimi bir damar sistemidir və limfa düyünləri belə var. Limfa sisteminin funksiyası nədən ibarətdir? Toxumalarda olan mayeni qan dövranına qoşur və limfa düyünləri var. O da bir süzücü aparatdır. Sanki limfadan, toxumalardan sorulmuş o mayenin tərkibində olan mikroblar və yaxud hər hansı bir toksik iltihab falan, bəli, onları sanki süzür. Hərəkət etmədikdə insan orqanizmində limfa və istər qan damar dövranında durğunluq yaranır. Bu durğunluq da maddələrin vadəsini zəiflədir, toxumayası mayesinin qalıb xroniki iltihabın yaranmasına səbəb olur, damar elastikliyin azaldır və s. Amma əgər bizim hərəkət eləsək, həm hərəkət maddələrin vadəsini sürətləndirir, həm qan və limfanın axının sürətləndirir və orqanizmin daha tez özünü bərpa eləməyə və təmizləməyinə gətirib çıxardır. Ona görə də hərəkətin bütün xəstəliklərdə olduğu kimi immun sistemdə də çox önəmli rolu var.